Bəzən qarşımıza elə insanlar çıxır ki, bizim vermək istədiyimiz çəki onların arzusudur. Kökəlmək üçün nə etmək lazımdır ki, amma zərəri olmasın, qaraciyərimiz yüklənməsin, piylənmə olmasın. Bədəni indiki olan formada, sadəcə olduğu formada saxlamaq üçün X qədər bizə kalori lazımdır. Məsələn, götürək 2000. Siz gündə 2000 kalori yesəz, fərqli qida ilə, istəsəz fast foodla, istəsəz sağlam qida ilə siz kökəlməyəcəksiniz. Təbii ki, fast foodla qidalanaraq, təbii ki, lazım olan vitamin, makronutrient kifayət qədər almayacaqsınız və nəticədə sağlamlığa bir təsir olacaq. Olacaq, yes. Eyni vaxtında daha sağlam qidalansanız, təbii ki, yenə də kökəlməyəcəksiniz və sağlam qalacaqsınız. 2200 kalori siz yesəz, təbii ki, bir ilin ərzində siz çəki alacaqsınız. 1800 kalori yesəz, təbii ki, siz hansısa bir çəkiyə qədər çəki salacaqsınız. Çəkini almaq üçün biz bu profisit deyilən bir termindir. Yəni daha çox yeməliyik. Daha çox yeməliyik. Hal-hazırda olan bədənin lazımlı bir miqdardan daha çox yeməliyik. İndi daha sağlam çəkini istər almaq, istər salmaq üçün biz üstünlük belə götürək də unikal bir tövsiyə götürmək istəyiriksə, təsəvvür edin ki, sizdə qabdır, qabın üstündə 50-60% bu zülalla dolu bir məhsullardır. Yəni toyuq, ət, balıq, yumurta və s. 30% liflərlə dolu. Bizim bəxtimiz gətirib ki, bizim ölkədə meyvə, tərəvəz çoxdur. Gedirik istər mağazinə, istər bazara, orada tərəvəzləri çox alırıq. 30% onlardır. Qalan yağlardır. Yağları da biz zeytun yağları, sonra qoz, fındıq və s. oradan ala bilərik. Və bu qanunla siz getsəz, böyük ehtimalla həm sağlam qalacaqsınız, həm sizə lazım olsa çəkini də alacaqsınız, ya da əksinə. Mən məsəl üçün 92 kiloyam. Öz boyuma görə bu mənim üçün sayılır artıq çəki. Amma mənə baxaraq heç kim deyə bilməz ki, sənin artıq çəkin var. Ona görə siz də 92 kilosuz. Bəli. Aha. Boyunuz 178. Bu normaldır sizdə? Yəni mənim üçün belə götürək də, yəni standartlara görə təxmini 78-80 kilo, maksimum 83-ə qədər mən olmalıyam. Yəni artıq bir çəkim əslində göstəricilər var, amma elədirmi? Təbii ki, yox. O əzələ kütləsidir. Ona görə də biz çəkiyə yox, öz güzgüdə olan formaya baxmalıyıq və çəkiyə ilişməməliyik.